Şalvab Abuashvilinin rəhbərlik etdiyi Gürcüstan parlamentinin sədri rəsmi səfərlə Monteneqroya gedib. O, Budvada Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin ilk sammitində iştirak edəcək. Tədbirə Şalvab Abuashvili Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının prezidenti kimi dəvət olunub. Sammit çərçivəsində onun çıxışı və bir sıra iki tərəfli görüşlər planlaşdırılır. Gürcüstan Parlamenti Xarici Əlaqələr Komitəsi Birləşmiş Millətlər Təşkilatının komitələri tərəfindən Gürcüstanla bağlı qəbul olunmuş qərarların icrası üzrə 2025-ci il hesabatını müzakirə edib. Məsələnin məruzəçisi və Ədliyyə Nazirinin müavini Beka Dzamalaşvilinin sözlərinə görə Gürcüstan hazırda yalnız iki iş üzrə icra prosesindədir və BMT komitələrinin digər qərarları artıq yerinə yetirilib. Dzamalaşvilinin bildirdiyinə görə penitensiar sistem işgəncədən tam azaddır və bunu həm BMT-nin, həm də Avropa Şurasının işgəncələrin qarşısının alınması komitəsinin hesabatları təsdiqləyir. O qeyd edib ki, Strasburq məhkəməsinə Gürcüstandan daxil olan işlərin sayı əhəmiyyətli dərəcədə azalıb və 2012-ci ildən sonra nə BMT komitəsində, nə də Strasburq məhkəməsində qəbul edilən bir şikayət belə qeydə alınmayıb. Nə işgəncə faktları, nə də penitensiar sistemdə hüquq pozuntuları ilə bağlı. Beka Dzamalaşvilinin sözlərinə görə, bu hesabatlar fonunda Moskva mexanizmi çərçivəsində polyak ekspert tərəfindən hazırlanmış rəy bir tərəflidir və hakimiyyətin təqdim etdiyi məlumatlar sənəddə əks olunmayıb. Avropa Parlamentinin hesabatı siyasi qiymətləndirmə mövzusu olaraq qalır. Sənədə Gürcüstan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Rəsmi açıqlamada qeyd olunur ki, bu sənəd Gürcüstan cəmiyyətində qütbləşməni və radikal əhval-ruhiyyəni təşviq etməyə yönəlmiş növbəti cəhddir. Bildirilib ki, hesabat reallıqdan tamamilə uzaqdır və faktların məqsədli şəkildə təhrif olunması, eləcə də əsassız ittihamlarla dezinformasiyanın yayılmasına xidmət edir. Açıqlamada vurğulanır ki, Avropa İttifaqı institutları tərəfindən belə ədalətsiz yanaşma Gürcüstanın ilə AI arasında münasibətlərə zərbə vurur və ümumi maraqlara xələl gətirir. Xatırladaq ki, Avropa Parlamentinin Xarici İşlər Komitəsi Gürcüstanla bağlı hesabatı 53 səslə lehinə, 14 səslə əleyhinə qəbul edib. Sənəd məruzəçi Raşa Yukneviçinə tərəfindən təqdim olunub. Həmçinin Avropa Parlament üzvlərinin bir qismi bu sənədə Gürcü televiziya kanallarına qarşı sanksiyaların tətbiqi məsələsinin daxil edilməsini də tələb edir. Ursula von der Leyen'in Yerevanda Avropa Siyasi Birliyi samitində verdiyi bəyanatda siyasi qiymətləndirmə mövzusudur. Onun sözlərinə görə Ermənistan Xəzər dənizi və Mərkəzi Asiyaya ən qısa yolu təmin edir. Bu yol əvvəllər bağlı idi, lakin indi Ermənistanın cəsarətli qərarı ilə vəziyyət dəyişib. Hakimiyyət nümayəndələri bildirirlər ki, bu cür açıqlamalar zərərli xarakter daşıyır. Müxalifət isə hesab edir ki, Gürcü arzusunun hakimiyyəti dövründə Gürcüstan regional və siyasi əhəmiyyətinin bir hissəsini itirib və nəticədə ölkənin beynəlxalq arenadakı rolu zəifləyib. Fikir ayrılıqlarına baxmayaraq müxalifət alyansı 26 may tarixində planlaşdırılan etiraz aksiyasına hazırlaşır. Əhali ilə görüşlər də davam edir, lakin prosesdə Vahid Milli Hərəkat hələ də iştirak etmir. Qarşıdurmada olan tərəflər təsdiqləyirlər ki, fikir ayrılıqları mövcuddur, lakin bu alyansın dağılması demək deyil. Alyansın addımlarını bu dəfə Levan Xabeyişvili tənqid edib. Daha əvvəl isə mövcud planı Mixail Saakashvili də bəyənməyib. Alyansdan kənarda qalan müxalif partiyalar üçün bu qarşıdurma gözlənilməz deyil və onlar hakim komanda kimi bu planlara skeptik yanaşırlar. Georgi Udzilauriya cəsusluq ittihamı ilə rəsmi olaraq ittiham irəli sürülüb. O, mayın 5-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. İrəli sürülən ittihama əsasən onu 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Təhlükəsizlik Xidməti onu xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırığı ilə məlumat toplamaq və ötürməkdə ittiham edir. Hüquq mühafizə orqanları tərəfindən 103 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Maddənin qara bazardakı dəyərinin təxminən 30 milyon lari olduğu bildirilir. Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi faktı ilə bağlı bir nəfər saxlanılıb. Onu 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Prokurorluq artıq təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Qriqor Lilvaşvilinin keçmiş Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin işi üzrə mahiyyəti üzrə məhkəmə baxışı başlayıb. Bugünkü iclasda ittiham tərəfi sübutların əlavə edilməsi ilə bağlı vəsatət qaldırıb, bundan sonra proses təxirə salınıb. Məhkəmə iclası qapalı formatda keçirilib və Lilvaşvili də prosesdə iştirak edib. Vəkilin sözlərinə görə prosesual razılaşma barədə müzakirə aparılmır. Çünki təqsirləndirilən şəxs özünü günahkar hesab etmir. Qriqor Lilvaşvili dekabrın 23-də saxlanılıb. Ona qarşı əvvəlcədən razılaşma ilə qrup halında xüsusilə külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb ki, bu da 11 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Çorçana epizodu üzrə Georgi Qaxariyaya qarşı irəli sürülmüş ittiham işi üzrə məhkəmə baxışı davam edir. İclas ittiham tərəfinin sübutlarının araşdırılması ilə yenidən başlayıb. Prokurorluğun şahidləri dindirilib. İttiham tərəfinin məlumatına görə şahidlər bölgədə yaşayan şəxslər olub və baş vermiş hadisələr barədə ifadə veriblər. Müdafiə tərəfinin sözlərinə görə isə Qaxariyanın günahını təsdiqləyən hər hansı sübut yoxdur. Keçmiş baş nazir ittihamları qəbul etmir. Georgi Qaxariya bir neçə maddə ilə ittiham olunur və bu maddələr üzrə ona 13 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər. Bakı Axalayya işi üzrə məhkəmə baxışı şəhər məhkəməsində davam edir. İclasda ittiham tərəfinin 2 şahidi, 1 ekspert və 4 oktyabr hadisəsi üzrə zərər çəkmiş şəxs dindirilib və onlar işlə bağlı məlumat veriblər. Müdafiə tərəfinin iddiasına görə Bakı Axalayyanın təşkilatçı olmasını təsdiqləyən heç bir sübut yoxdur. Xatırladaq ki, keçmiş Müdafiə Nazirinə 4 oktyabr hadisələri üzrə qrup halında zorakılığın təşkili və rəhbərlik edilməsi ittihamı irəli sürülüb və bu 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsi qərarı alaraq refinanslaşdırma dərəcəsini 0,25% artırıb və bu göstərici 8,25% təşkil edib. Qərar səhər saatlarında qəbul olunub. Gürcüstan Milli Bankında bildirilib ki, monetar siyasətin nisbətən sərtləşdirilməsi riskləri azaldır və məqsəd inflyasiyanın hədəf olan 3%lik səviyyəyə daha tez qaytarılmasıdır. Monetar Siyasət Komitəsinin növbəti iclası 2026-cı il 17 iyun tarixində keçiriləcək. David Sonğulaşvili Azərbaycana səfəri çərçivəsində Azərbaycanlı həmkarı ilə görüş keçirib. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və aqrar sənaye sektorunda əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, aktiv siyasi dialoq və institusional mexanizmlər, o cümlədən 2022-ci il memorandumu və 2025-ci ildə yaradılmış birgə işçi qrupu tərəfdaşlığın gücləndirilməsi üçün effektiv əsas yaradır. Ticarət əlaqələrinin artırılmasına da xüsusi diqqət yetirilib. Həmçinin biomüxtəliflik və qorunan ərazilərinin idarə olunması sahəsində əməkdaşlıq vurğulanıb. Səfər çərçivəsində David Sonğulaşvili Özbəkistanın Kənd Təsərrüfatı Naziri ilə də görüşüb. Tərəflər xüsusilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığa diqqət yetiriblər. ABŞ-da benzinin qiyməti son 4 ildə ilk dəfə olaraq $4,50 həddini keçib. Bu barədə məlumatı CNN yayıb. ABŞ-da 1 qalon benzinin qiyməti $4,54 çatıb ki, bu da 2022-ci il iyulundan bəri ən yüksək göstərici hesab olunur. Benzinin qiyməti son bir həftə ərzində 30 sent artıb. 28 fevraldan İranda müharibənin başlanmasından sonra isə ümumilikdə 52% yüksəlib.